Mən burada Rövşən Rızayevə demək istəyirəm ki, əgər desən ki, qaçqın status götürsə, orada nə əzirsən? Niyə şəhid ailələri incidirsən? Eşitdiyimə görə qaçqınları incidirsən, qaziləri incidirsən. Bəs də əgər nədir, qaçqın status götürübsə, çıx get qoy biz bilək ki, sən yoxsun orada, başqasının verifikasiyasını qoysun orada. Da bizi bura yığmısan. Sizin qəbulunuzda gəlir, adamları göndərsən, deyirsən ki, nədir, burada yoxdur, nə 2 aydan sonra, mənə deyirlər ki, 2 aydan sonra gəl onun qəbuluna çıx. Bizi sam kişi göndər, bizim məzələlər. Mən buradan cənab prezident demək istəyirəm ki, xahiş edirəm Rövşən Rızayevlə maraqlansın. Bunun başı qaçqınları indirməyənlərinə hamısı Rövşən Rızayevdir. 48 gündür çöldəyəm, mən eşitdiyimə görə, məlumat aldığıma görə Rövşən Rızayev nəvrim burada evləri qoyub satdılar. Mən izləyirəm ki, Rövşən Rızayev nə qədər şəhid ailəsi gülə-gülə gedib ağlayarlar çıxır. İncidirsən, sən o boyda analar gözlü yaşlı qalır, şəhidlərimiz var. Qısası yoxdur. Sən kimsən ki onları incidirsən? Sadəcə getdi.